Yadında mı? Yada düşdün yenə sən. Elə bildim dünyaya yenidən gəlmisən. Yada düşdün. Yada düşdün. Yada düşdü ilk nəğmən, görüşünə gəldim mən. Eşitdim dilindən, gördüm gözündən, tutdum əlindən. Budur, yenə efirdəsən. Yenə efirdəsən. Salam əziz dinləyicilərimiz, efir bələdçiləriniz mən Günay Novruz və mən kim? Züleyxa Hacıyeva. Bəli. Biz bugün bir ailəni sizə təqdim etmək məqsədindəyik. Ömrünü Azərbaycan radiosuna bəxş etmiş bir ailəni. Həm də bugün bizim bayramımızdır deyə biraz formatımızı dəyişdirdik. Azərbaycan radiosunun bax elə bu efirin evlərinizə gəldiyi gündür bugün. Şəxsən mən fəxr edirəm ki, ilk efir məkanı olan Azərbaycan radiosunda əyləşib sizi salamlayıram. Dəyərli həmkarlarımız, bayramınız və bayramımız mübarək deyib verilişimizə başlayırıq. Danışır Bakı. Hörmətli dinləyicilər, saat... Bəli, danışıb, danışır, danışacaq da Bakı. Bu danışıqdan şou deyil, maariflənmək gözləyənlər yaxın otursun. Yeni efirdəsən verilişində radiomuzun canlı tarixi ilk diktorlarımızdan biri 100 yaşlı Züleyxa Hacıyeva ilə söhbətləşəcəyik. Arzuyla ucalan bir xəyalamsa, ömrüm, həyatımdır şeirimlə sevgim. Zirvələr fəth edən bir qartalamsa, qoşa qanadımdır şeirimlə sevgim. İlhamın yolları dumanlı olsa, ey sevgim, ey şeirim, qoşa keçin siz. Əgər qanadımın biri qırılsa, zirvə mənsiz qalar, mən də zirvəsiz. Züleyxa xanım, siz deyirsiniz ki, mən radionu sevdim. O sevgi hələ də davam edir. Bəli, Və necə başladı o sevgi? Bu mənim həyatımdır da. Mən orada lap belə cavan yaşından gəlmişəm. 90 yaşına kimi mən orada fəaliyyət göstərdim. Və indi özünüzü bizdən ayrı hesab edirsiniz? Efirimizdən ayrı. Yox. Yəni yenə də bizimlə birgəsiz də. Bu çox çətin sənətdir. Baxırlar deyir, nə deyir, diktor, elə kağız verirlər, oxuyursan. Yox, öyle deyir axı. Onu deyir, özüyə aparasan ki, inansın sənə baxan adam ki, sən doğrudan da bu kağızın belə bacarırsan bu işi. Başlasın. Züleyxa xanım, kimi xatırlayırsınız? O vaxtı sizinlə işləyənlərdən kimi xatırlayırsınız? O vaxtı Gülçəkin Cəbarlı var idi. Fatma xanım Cəbarova var idi. Sonra Aydın Qaradağlı idi. Bəli. Ramiz Mustafayev. Bəli. Və çoxları təbii ki. Ümumiyyətlə verilişlərdə ən çox hansı mövzular sizi özünə çəkirdi? Hansı mövzuları hazırlamaq istəyirdiniz? İdman verilişlərini yoxsa bədii verilişlər? Siz bilirsiniz, mən Respublikada idmanla məşğul olan qız uşağı birinci mən olmuşam. İdman verilişləri mənim ən belə çox istədiyim, sevdiyim verilişlərdir. Amma bədii verilişlərimizdə çox aparırsınız. Sözsüz ki, mən orada diktor işləyəndə bütün verilişləri oxuyurdum. Siyasi verilişlər, uşaq verilişləri, gənclər üçün idman verilişləri, bütün verilişləri aparırdım. Bu necə bölünürdü Züleyxa xanım? Necə bölürdülər, sizə təqdim edirdilər ki, bu verilişi sən oxumalısan? Bizim orada yaxşı bir baş redaktorumuz var idi. Aydın Qaradağlı. Bəli, həm də diktorumuz. Həm də sonra və diktor rejissor oldu. eyni zamanda. Sonra diktor oldu. O çox belə ağıllı adam idi. O həmişə bilirdi ki, mən hansı verilişi yaxşı oxuyacağım. Ona görə baxırdı verilişlərə, ayırırdı, mənim oxumaq istədiyim verilişləri qoyurdu buraya. Mən başlayırdım hazırlamağa. Bir dəfə heç olmasa oxuyurdum ki, görüm mən özümə necə aparacağım. Və sonra veriliş yazılır. Sonra verilişlər oxunurdu, gedir.
Sizin üçün ümumiyyətlə nə çətinliyi olurdu? Nələri, deyək ki, xəbərlər oxumaq və ya da idman verilişi artıq sizin üçün çətin olmazdı. Bədii və ya da hansı mövzu sizin üçün çətin olub ki, onu oxuya bilməmisiniz? Ədəbi verilişlər çox çətin idi. Amma gözəl şeir oxumaq qabiliyyətiniz var. Ədəbi verilişlər çətin idi, amma mən ədəbi verilişlə başlamışam radioda. Oxumağa. Hansı verilişi xatırlayırsınız onu? Yox, çox verilişlərdir. İndi xatırlaya bilmərəm, bir neçə il keçib. Züleyxa xanım, gözəl şeir oxumaq qabiliyyətiniz oldu. Hansısa bir kuplet yadınızda qalıb? Mən lap balaca idim, uşaq verilişlərini oxuyurdum, özüm üçün evdə. Şeir tapanda o şeiri əzbərləyirdim. Xoşum gəlirdi şeir oxumaqdan. Ona görə mən bura işləyəndə birinci şeir oxumağı mənə tapşırdılar. İndi nəsə var xatirinizdə bir kuplet? Yenə o bağ olaydı. Yenə yığışarıq siz o bağa köçəydiniz. Biz də muradımızca fələklənçəm olaydıq, sizə qonşu olaydıq. Arzuya bax sevgilim. Ellerinden ince mi? Ellerinden ince mi? Söyle ürəyince. Söyle. Ürəyince mi? Aydın həmişə deyirdi ki, Züleyxadan Ürgənin necə veriliş aparmaq lazımdır. Bir yerdə oxuyurduq, həmişə otururduq eşidə. Oğlan səsi, qız səsi. Həmişə mən onunla partner oldum. Onun adı da Gültəkin Cəbarlı. Bizdə diktor işləyirdi, Aydınına. Allah rəhmət eləsin. Sizin özünüzün ailə qurmağınız bəs necə oldu? Necə evləndiniz? Mənim yoldaşım da diktor idi. Bir yerdə biz işləyirdi. Diktor kimi çox yaxşı diktor idi. Yaxşı da səsi var idi. Züleyxa Hacıyeva. Bu adı və soyadı deyəndən sonra yalnız bu sözləri deyə bilirəm. 100 yaşlı dəyanət. Dəyərli dinləyicilərimiz, diqqət yetirdinizsə, Züleyxa xanımın yanında biz Rena Kamildən danışa bilmədik. Rena Kamil, yəni Rəna Kamil, Kamil Məmmədov ilə Züleyxa Hacıyevanın qızı idi. Biz onu çox tez itirdik. Бакинское время 22 часа. В эфире русская служба радио «Голос Азербайджана». Добрый вечер. С новостями в студии Рена Камиль. Bizim radiomuzun rus dili xəbərlərinin mahir aparıcılarından idi Rena Kamil. 2008-ci il idi. Jurnalistika fakültəsinin sonuncu kursunda oxuyurdum və uşaqlıqdan sevdiyim radio ilə əməkdaşlıq edirdim. İlk verilişim də elə indiki kimi rus dilində xəbərlərdən sonra getmişdi efirə. O zaman Rena xanımın xəbər aparıcılığını həyəcanla dinləmişdim. Ata radioda baş redaktor vəzifəsinə qədər yüksəldi. Ana adını radiomuzun ilk diktorları sırasında məharətlə yazdı və Rena gəlib bizim diktorumuz oldu. Sözün əsl mənasında mənə maraqlıdır. Rena, yəni Rəna Kamil radiomuza məhz buna görə atasının, anasının iş yeri olduğuna görə gəlmişdi, yoxsa Təsadüf nəticəsində mən radioya Sırf gəldim. təsadüf. Sırf təsadüf. Amma yaxşı oldu ki, yaxşı yox, gözəl oldu ki, gəldim. Diqqət yetirirsinizsə, mən onun adını Rəna deyə tələffüz edə bilmirəm. Çünki onun dilindən öz adını məsələ Rena Kamil deyə eşitmişəm. Amma onu uşaqlıqdan tanıyan və Azərbaycan radiosunda yenidən bu gün bizimlə birgə efirdə olacaq Əli Məhəmmədoğlu danışacaq birazdan. Əli müəllimin Renanı çox gözəl Rəna deyə xatırlaması var. Rəna ali məktəbi qurtardı və o vaxt Sovet dövründə Respublika Komsomolun mərkəzi komitəsində işə başladı. Sonra Rəna bizdə radioda rus diktoru kimi işə başladı. Tez bir zamanda kollektivin sevimlisi oldu. İstər xasiyyətinə, istəyir iş keyfiyyətinə görə hamımızın rəğbətini qazandı. Diktor kimi də səsi
yəqin ki, yəni bu nəsildən gələn şeydir. Züleyxa xanımın səsinin oxşar bir səs. Salam, istəkli dinləyicilər. Azərbaycan Radiosunun efirində noyabr ayının musiqi təqvimidir. Həmişə olduğu kimi, bugün də xatirələrdə yaşayanları yad edib, bugün Azərbaycan musiqisinin inkişafı yolunda çalışan sənətkarların doğum günlərini təbrik edəcəyik. Mən 1967-ci ildə radioya gələndə Kamil müəllim Azərbaycan Radiosu musiqi verilişləri redaksiyasının baş redaktoru, Züleyxa xanım da radionun tanınmış diktorlarından biri idi. Bir gün Ramiz Mustafayev, baş diktorumuz mənə yaxınlaşdı və dedi ki, Züleyxa xanımgil bağa köçürlər, hardasa bir aylığa, ay yarıma. Züleyxa xanım istəyir ki, bu müddətdə sən onların evində qalasan. Və mən məmnuniyyətlə razılıq verdim. Bu müddətdə onların ailəsi ilə tanış oldum. Rəhmətlik Rəna o vaxtı 1-ci sinifə gedirdi, səhv eləmirəmsə. Gülnarə isə heç deyəsən hələ məktəbə də getmirdi. Çox kiçik idilər o vaxtı. Dəyərli dinləyicilərimiz, Kamil Məmmədovdan danışdıq sizə. Onun redaksiyası ilə hazırlanmış bir verilişdən balaca bir parça təqdim edirəm sizə ki, Kamil müəllimi biraz da yaxından tanıyasınız. Xeyli getdik, sərinlədi biraz hava. Yaşıllıqlar görünürdü orman kimi. Bəhmən dedi, biz arazı qova-qova, sürüsündən ayrı düşmüş ceyran kimi bu yerlərə çəkəcəyik. Yaxşı baxın, bura mənim vətənimin muğanıdır. Burada qoyun sürüsü var axın-axın, göy zəmisi sanki Xəzər ümmanıdır. Biz gedirik, çəmənlikdir indi hər yan, önümüzdən ceyran qaçır, turac uçur. Bələdçimiz deyir, budur bax, Savalan, zirvəsindən karvan-karvan bulud keçir. Bu Ərşədir, o da Bərzənd qalasıdır. Bu torpağın hər daşında bir nişan var. Mən baxıram, bunlar 1000 il qalasıdır. Hər daş altda bir şəhid var, qəhrəman var. Elə bu vaxt dağa qalxır neçə kar. Araz üzərində şəfək Rəşid Qazibəyovun qələmindən çıxan dastandır. Amma mənim diqqətimi Sovet dövründə Kamil Məmmədovun məhz bu əsəri efirə təqdim etməsi çəkdi. Əsrlərdən bəri bizlərə gəlib çatan bu ağrını yəqin ki, bizlərin unutmayacağını və sizə də tariximizi unutmayın deyəcəyimizi bilib bu şəxsiyyətlər. Bu bayram günündə sizinlə sağollaşmadan əvvəl biraz özümüzdən danışmaq istəyirəm. Efir adamları kimdir və nəyə qulluq edir? Yəqin ki, sizə maraqlıdır. Əslində, hər gün dinlədiyiniz, baxdığınız, gördüyünüz efirdə heç bunun fərqinə də varmırsınız yəqin ki. Efir adamları sözün əsl mənasında ömürlük əskərdir. Efirin hər anı insan əhvalına təsir edə bilir. Yəqin ki, siz bunun şahidisiniz və bir anı ömrünün sonuna kimi yaddaşınızda elə qala bilər ki, hansısa sənət və peşə sahibi edə bilər sizi. Mən 5 yaşından Azərbaycan Radiosunu vurğunuyam və bu yaşıma qədər mənə heç bir mətbuat orqanı bu həyəcanı yaşatmayıb. Gələn həftə elə bu saatlarda biz yenidən efirdə olacağıq. Mətni oxudular. Mən Günay Novruz və Züleyxa Hacıyev. Allah ömür versin sizə. Sağ olun. Sağ olun. Bunlar sizin efirdən deyəcəyiniz sözlərdir, dediniz. Bəs bizə, iş yoldaşlarınıza nə deyərsiniz? Sizə həmişə qonaq gəlin bizə, ha vaxt istəyirsiniz gəlin. Həmişə hazıram sizi qəbul etməyə. Hamınıza hörmət, izzət arzulayıram. Hamınıza can sağlığı, uzun ömür arzulayıram.